Salam, Reopen Media'nın Reynolds Haber kanalı yayıma başlayır stüdyoda Diana Karapetyan işləyir. Dünyada səslənən sülh və ateşkəs çağırışlarına baxmayaraq, İran və İsrail arasında raket hücumlarının intensivliyi gündən-günə artır. İran, Küt və bir neçə digər böyük hədəf zərbələri endirib və bildirib ki, bu hücumlar son günlərin ən güclü və geniş miqyaslı əməliyyatlarıdır. İsrail hərbi hava qüvvələri isə son saatlarda yenidən Tehrana hava zərbələri ilə vurub. Hadisələrin gedişatını daha ətraflı işıqlandıran reportajımızı təqdim edirik. Mövcud gərginlik və ateşkəsin pozulması barədə bütün yenilikləri izləyə bilirsiniz. Gəlin baxaq. Dünyadan gələn sülh və ateşkəs çağırışlarına baxmayaraq, İran-İsrail raket zərbələrinin intensivliyi hər gün daha da artır. İran, Qüdsə və bir neçə digər böyük hədəfə zərbələr endirib və bu zərbələrin son günlərin ən güclü və geniş miqyaslı hücumlarından olduğunu bəyan edib. İsrail hərbi hava qüvvələri son saatlarda Tehrana yenidən zərbə endirib. Reutersin məlumatına görə, İsrail tərəfi Qəzzada yük maşınlarından yardım almağa çalışan kütləyə atəş açıb. Nəticədə, həkimlərin bildirdiyinə görə, azı 59 nəfər həlak olub, 221 nəfər isə yaralanıb. İRNA agentliyi xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Sepah İranın İsrail hədəflərinə yeni qabaqcıl raketlərlə zərbələr endirərək ABŞ-a mesaj göndərdiyini bəyan edib. Qeyd olunur ki, son zərbələr zamanı İsrailin raket əleyhinə müdafiə sistemlərini dəfələrlə yaran Fəttah raketlərinin ilk nəsil modellərindən istifadə olunub və bu, xəyali arzular içində yaşayan Təl-Əvivin müharibəpərəst müttəfiqinə İranın güc mesajını çatdırıb. Sepah bəyan edib ki, bu gecəki raket zərbəsi göstərdi ki, biz işğal olunmuş ərazilərin hava məkanına tam nəzarət edirik və oranın sakinləri İranın raket zərbələri qarşısında tamamilə müdafiəsizdir. Bir gün əvvəl ABŞ prezidenti İranın ali liderinə qarşı ritorikasını kəskinləşdirərək sosial şəbəkədə Amerikanın onun harda olduğunu bildiyini, lakin hələlik onu öldürməyəcəyini bəyan edib. İran-İsrail raket atışmalarına paralel olaraq ABŞ prezidenti öz X səhifəsində raket sürəti ilə yeni paylaşımlar edir. Trump İrana raket və nüvə proqramlarından imtina etmək və təslim olmaq üçün 24 saat vaxt verib. Daha sonra o, ABŞ-ın İranın hava məkanına tam nəzarət etdiyini yazıb. New York Times-ın məlumatına görə, münaqişənin daha geniş miqyaslı müharibəyə çevriləcəyi qorxusuyla bütün regionda Amerika qoşunları yüksək hazırlıq vəziyyətinə gətirilib. Amerikalı rəsmilər hücum olacağı təqdirdə İranın Fars körfəzindəki ABŞ hərbi gəmilərinin qarşısını almaq üçün Hörmüz boğazını minalaya biləcəyi fikrini səsləndiriblər. Son zamanlar İslam dünyasında, xüsusilə də İran-İsrail gərginliyinin fonunda regionda baş verən ideoloji və geosiyasi dəyişikliklər təkcə böyük güclərin deyil, həm də kiçik və orta aktorların mövqələrinə təsir edir. Bu kontekstdə Azərbaycanda fəaliyyət göstərən pan-türkist təşkilatlarından birinin yaydığı xəritə və onun ətrafında yaranmış ictimai narazılıq və Azərbaycanın daxili ideoloji parçalanmalarını, koqnitiv dissonansı açıq şəkildə üzə çıxardı. Sözü gedən xəritədə Azərbaycanın şimal-qərb sərhədlərinin Sevan gölünün şərq sahilindən keçməsi bir çox Azərbaycanlı istifadəçilər tərəfindən tarixi xəyanət kimi qiymətləndirilib. Onların iddiasına görə Sevan gölü Azərbaycanın güya daxili gölü olmalıdır. Eyni zamanda xəritədə Van, Diyarbəkir, Qars və İqdir kimi şəhərlərinin olmaması da bu dairələrdə məyusluq yaradıb. Bu isə göstərir ki, Böyük Azərbaycan mifinin müxtəlif versiyaları artıq bir-birinə qarşı çıxmağa başlayır. Bu hadisənin mümkün nəticələri, ideoloji parçalanma, Azərbaycanda millətçi və pan-türkist dairələr arasında ciddi fikir ayrılığı yarana bilər. Reallıqla fantaziyaların toqquşması onların daxilində siyasi parçalanma və yönsüzlük doğura bilər. Regionda qeyri-sabitliyin artması, belə radikal narahatçılıqlar Ermənistan və digər qonşu dövlətlər üçün təhlükə təşkil etsə də, eyni zamanda beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın içindəki təhlükəli trendlərə yönəldə bilər. Ermənistan üçün diplomatik fürsətlər. Azərbaycan cəmiyyətindəki bu ziddiyyətlər Ermənistan üçün həm regional sabitlik üçün tərəfdaşlar tapmaqda, həm də Azərbaycanın təcavüzkar siyasətini ifşa etməkdə mühüm fürsətdir. Bu cür xəritələr nəinki regional sülhə xidmət etmir, hətta onların müəlliflərini də ideoloji çıxılmaz vəziyyətə salır.
İlham Aliyev beynəlxalq simpozyumda Gerbi Azərbaycan adlı saxta narrativi yenidən gündəmə getirdi. Resmi Bakı tərəfindən irəli sürülən bu termin Gerbi Azərbaycan, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan, tarixi və hüquqi əsasdan məhrum olan bir siyasi narrativ kimi qiymətləndirilir. Azərbaycan bu konsepsiya vasitəsilə Ermənistan ərazisində vaxtı ilə yaşamış azərbaycanlıların qayıdış hüququ məsələsini irəli sürür və bu fonda yeni ideyalar səsləndirir. Müraciətində İlham Aliyev Ermənistan azərbaycanlıların öz güya dədə-baba torpaqlarına qayıtmaq hüququna hörmətlə yaşamağa çağırıb və bu prosesi bölgədə sülh və barışıq üçün əsas şərt adlandırıb. Onun fikrincə, tarixi ədalət bu insanların dırnaq içində öz vətənlərinə təhlükəsizlik və dinc şəkildə qayıtmasını tələb edir. Qeyd edək ki, bu çıxış son günlərdə regionda artan gərginlik fonunda verilir və müşahidəçilər Aliyevin bu bəyanatını Bakının Gerbi Azərbaycan adlandırdığı qondarma mövzunun beynəlxalq səviyyədə legitimləşdirməyə və Ermənistan qarşısında yeni siyasi hüquqi tələblər formalaşdırmağa yönəlmiş cəhd kimi dəyərləndirilir. Azərbaycanın yüksək vəzifəli rəsmiləri regionda gərginliyinin davam etdiyi bir vaxtda Zəngəzur dəhlizi adlandırdıkları layihəni beynəlxalq platformalarda israrla gündəmə gətirməyə davam edirlər. Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asef Hacıyev bildirib ki, Zəngəzur dəhlizi açılmalıdır və bu layihəyə alternativ yoxdur. Əməkdaşlıq üçün ən ucuz yol budur. Bugün Zəngəzur dəhlizi ilk növbədə Ermənistana lazımdır, çünki Azərbaycan öz məsələlərini həll edib deyə o vurğulayıb. O qeyd edib ki, bu model dünyada tətbiq olunur və Rusiyadan Kaliningrada keçid nümunəsini göstərərək Azərbaycan vətəndaşlarının da analoji şəkildə Ermənistandan yoxlanışsız keçə bilməli olduğunu deyib. Xatırladaq ki, Zəngəzur dəhliz termini Azərbaycanın siyasi diskursunda son illər ön plana çəkilib və Ermənistanın suveren ərazisindən keçməklə Naxçıvanla birbaşa quru bağlantı yaratma cəhdidir. Bu layihə rəsmi İrəvan tərəfindən ölkənin suverenliyinə qarşı yönəlmiş təhdid kimi qiymətləndirir və regionda gərginliyin əsas səbəblərindən biri sayılır. Bakıda səslənən anti-erməni ritorikadan Yerevana keçək və görək son saatlarda burada nə kimi hadisələr baş verib. Müxtəlif beynəlxalq platformalarda İlham Aliyev Gerbi Azərbaycan mövzusunu gündəmə gətirdiyi bir vaxtda Yerevanda Ermənistanın baş nazir Nikol Paşinyan Azərbaycanın da daxil olduğu sülh saziş ilə bağlı danışıqların davam etdiyi bəyan edib. Paşinyan bildirib ki, Ermənistan sülh gündəliyinə sadiqdir və bu proses mümkün edən siyasi mühiti formalaşdırmaq çalışır. Onun sözlərinə görə bu yol ardıcıl və mərhəli şəkildə irəliməyə tələb edir. Baş nazir əlavə edib ki, son vaxtlar vətəndaşlarla daha intensiv təmasdadır və onların sülh gündəliyinə açıq və qətiyyətli dəstəyi hiss edir. İranın Ermənistandakı səfiri Mehdi Sobhani, İran-İsrail arasında artan gərginlik fonunda BMT Təhlükəsizlik Şurasının İsrailin hücumlarına qarşı müdaxiləyə çağırıb. Səfir mətbuat konfransında çıxış zamanı bildirib ki, İsrailin İrana qarşı həyata keçirdiyi silahlı hücum qeyri-qanunidir və beynəlxalq sülhə ciddi təhlükə yaradır. Onun sözlərinə görə bu hücum BMT sisteminə yönəlmiş addım olmaqla Təhlükəsizlik Şurasının dərhal reaksiya verməsini tələb edir. Sobhani qeyd edib ki, İsrailin fəaliyyəti BMT nizamnaməsinin gücdən istifadəni qadağan edən müddialarının pozulmasıdır və İran bu fonda özün müdafiə hüququnu qorumaqda qərarlıdır. Ermənistanın baş naziri Nikol Paşinyan iyun 20-də Türkiyə prezidenti Recep Tayyip Erdoğanın dəvəti ilə Ankaraya gedir. Ermənistan parlamentinin sədri Alen Simonyan mətbuatda yayılan məlumatı təsdiqləyib və bunu tarixi səfər adlandırıb. Hesab edirəm ki, bu səfər tarixlidir, çünki Ermənistan lideri ilk dəfədir ki, belə səviyyədə səfər edəcək, o deyib. Erdoğan-Paşinyan görüşündə əsasən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin müzakirə edəcəyi gözlənilir. Yerli kivlər deyilir ki, Paşinyan Erdoğanla sülh müqaviləsinin imzalanacağı yer məsələsi müzakirə edəcək. Birinci variant Vaşinqtondur, ikinci variant Birləşmiş Ərəb Əmirlikləridir. Martın 13-də məlum olub ki, İrəvan və Bakı sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqlar başa çatdırıblar. İrəvan və Bakı arasındakı sülh müqaviləsi 17 maddədən ibarətdir.
Biz regiondaki vəziyyəti izləməyə davam edəcəyik və sizə yalnız dəqiq və faktlarla əsaslanan məlumatları çatdıracağıq. Siz bizi YouTube, Telegram, Instagram, X, Facebook, Spotify-da tapa bilərsiniz və ya bizi reopen.media saytında izləyə bilərsiniz. Bugünlük bu qədər və görüşənədək.